Hər kəsə salam. Mən Nuraynə İbadova, Dubayda daşınmaz əmlak investisiya mütəxəssisi. Hal-hazırda bugün sizə öz haqqımda biraz məlumat vermək istəyirəm və hal-hazırda mənə çoxlu suallar gəlir mənimlə bağlı. Ona görə qərara gəldim ki, belə bir blog çəkim və bütün məni izləyən belə deyək, insanlara və müştərilərə daha ətraflı bir belə deyim, blog çəkmək istədim özüm haqqında və daha ətraflı məlumat vermək istəyirəm. Mən Dubaydam. Artıq əmlak investisiya mütəxəssisiyəm və əmlakı belə deyim də analiz edirəm, hər şeyi yoxlayıram. Almamışdan qabaq hansı gəlir əldə ediləcək və real rəqəmlər verirəm. Və proyektlərin nə dərəcədə likvid olmadıqlarının haqqında məlumat verirəm və mənim üçün fərqi yoxdur. Yəni hansı proyekti satdım və nə satdım. Ən əsası ki, mənim buradakı olan pozisiyam, mən heç bir tikinti şirkətində çalışmıram. Mən əmlak mütəxəssisiyəm və analitikam. Niyə görə bu bloqu yazıram? Çünki çoxları məni tanıyır. Düşünürəm ki, özüm haqqında bir məlumat vermək istəyirəm. Deməli, əvvəllər mən Armani brendində çalışırdım. Artıq 10 ildən çoxdur Armani brendində çalışmışam Azərbaycanda və ondan sonra Dubaya köçmüşəm. Özüm haqqında biraz məlumat verim sizə. Və elə bir qərara gəldim ki, belə bir maraqlı bir əhvalatım olub. İlk öncə yoldaşım bura köçəndə heç Dubaya gəlmək istəmirdim. Fikirləşirdim ki, nə var Dubayda? Hamısı süni olan bir ölkə, nə dərəcədə yəni özünü doğruldub, tarixi olmayan bir ölkədir və s. Çünki özüm çox tarixi ölkələrdə ziyarət etmişəm və çoxlu tarixi olan ölkələri, necə deyərlər, səfər etmişəm və çox dəyərləndirirəm elə bir ölkələri. Düşünürdüm ki, yəni bu ölkələrin tarixi olmalıdır ki, mənim üçün maraqlı olsun. Amma əfsuslar olsun ki, artıq bura köçəndən sonra bu fikirlə tamamilə razı deyiləm və özüm də özümdən, necə deyərlər, təəccüblənirəm ki, necə oldu axı Nuraynə bu fikirdən daşındı. Dubayı mı sevdim, yoxsa belə deyək, daha çox belə deyək, uğur qazandım deyənə. Amma fikirləşirəm ki, zaten mənim uğurum 10 illik Armani brendində zaten var idi. Yəni məni heç nə belə deyək, dayandırmırdı. Orada da çox böyük uğurlarım var idi. Əlbəttə ki, Armaniyada işləyənlər də bunu təsdiqləyə bilərlər. Həmçində İtaliyada da məni tanıyırdılar və hətta rekomendasiya vermişdilər ki, mən Dubayda çalışım. Və Dubaya köçəndə açığı istədim burada Armaniyanı davam elətdirim. Amma elə bir hadisə baş verdi. Hal-hazırda biraz o haqda danışmaq istəyirəm. Necə oldu mən əmlak və investisiya sahəsinə gəldim? Necə oldu ki, mən burada mütəxəssisləşdim və mütəxəssis oldum? İnsanlardan artıq 50 milyondan çox satış etmişəm və çox böyük investorlarla çalışıram. Böyük rəqəmlərlə çalışıram və investisiya edən şəxslərlə çox böyük yatırımlar edirəm və onları nə qədər yaxşı кейslərim var, hansı ki, müştərilərim qazanıblar, artıq bir neçə evlər alırlar artıq məndən, hansı ki, onların belə deyək, artırılmış evlərin qiymətinin puluna. Artıq evlərini də satmışıq, almışıq vaxtında girmişik bazara və s. Bugün biraz öz haqqımda məlumat verəcəm. Növbəti rubrikamda isə biraz investisiya haqqında danışacağım sizin üçün. Məni izləməkdə qalın. Əgər əlavə bir müraciətiniz olsa, aşağıda qeyd elədiyim nömrələrə zəhmət olmasa müraciət eləyə bilərsiniz və əgər sizə də
Dubayda əmlak investisiyası ilə maraqlanırsınızsa, siz də mənə müraciət edə bilərsiniz və biz sizinlə investisiya edə bilərik. Deməli, keçək yenə də əsas mətləbə, necə oldu ki, mən Dubaya gəldim. Deməli, belə oldu. Mən bura gəldim samolyotla və samolyotda bir xanımla tanış oldum. Xanım özünü çox yaxşı hiss etmirdi, ağlayırdı, öləni var idi və mən, necə deyərlər, ona bir yardımçı oldum. Mən artıq Dubaydan Azərbaycana uçurdum və ona bir köməklik etdim. Su verdim, stüardessanı çağırdım, biraz kömək olduq və s. Özünü yaxşı hiss eləmirdi və onu transferə qədər o Rusiyaya uçurdu və yol boyu brokerstvadan danışırdı ki, Dubayda mən broker çalışıram. Əvvəla başa düşmədim, yəni broker nə üzrə? O dedi ki, əmlak üzrə. Dedim, əmlak satırsınız? Dedi, bəli, mən əmlak satmıram, əmlak mütəxəssisiyəm və çox böyük investorlarla çalışıram və onlara, belə deyək, yöntəm verirəm, hara investisiya etmək olar, hara etmək olmaz. Və o mənə belə bir maraq yaratdı. Maraq yaratdı və açığı çox maraqlandım bu mövzu haqqında və o məndən soruşdu ki, siz haralısınız? Mən dedim, Azərbaycanlıyam. O dedi ki, mənim team liderim, yəni team lider satış meneceridir, yəni bir teamdə, bir team buildingdə. Və o mənə dedi ki, mənim team liderim Azərbaycanlıdır. Açığı mən çox sevindim. Dedim, doğrudan nə gözəl. Dedi, bəli, biz Azərbaycanlılar çox gözəl insanlar olurlar, çox sevirəm onları. O məni öyrədib, o məni qabağa çəkib və s. Və mən belə bir professional olmuşam Dubayda. Açığı hər hansı bir hiss yaşadım. Özümü hiss elədim ki, məncə bu işi mən də bacararam. İçimdə belə bir hiss var idi. Və o fikirlə hardasa biraz, necə deyərlər, özümü bir anlıq vizualizasiya etdim ki, mən ora getsəm necə olar və s. Çox maraqlanırdım. Açığı, İngilis dilim çox zəif idi və mən ona söylədim ki, mənim İngilis dilim demək olar ki, 0 dərəcədədir. Bəs onda necə olacaq? O isə mənə dedi ki, yəni, mənim də Dubaya gələndə İngilis dilim 0 idi. Amma ki, zamanla və müəllim tutdum. Mən sənə yaxşı müəllimin nömrəsini verəcəm, onunla zəhmət olmasa əlaqə saxla və gəlməmişə qədər öyrənərsən İngilis dilini, praktika edərsən. Dedim, yaxşı. Çox düşündüm və açığına demədim ki, artıq 12-ci müəllimdir, dəyişirəm, amma ki, heç bir xeyri yoxdur. O isə mənə dedi ki, mən inanıram ki, səndə alınar. Çünki mən də öz haqqımda danışdım ki, mən Armaniyada 10 ildir işləyirəm, çox böyük uğur qazanmışam, 8 il satıcı işləmişəm, 2 il sales manager çalışmışam və bütün yuxarı təbəqə məni Azərbaycanda tanıyırlar. Çünki mən artıq 10 ildir bir brenddə işləyirəm və mən insanları, necə deyərlər, geyindirirəm, insanların zövqlərini artıq bilirəm, onlara nəyi təqdim etmək olar, nəyi yox, vaxtlarına qənaət edirəm, satış strukturlarını bilirəm və bilirəm ki, yuxarı təbəqə ilə necə işləmək olar, nə kimi onlarla danışmaq lazımdır və s. Artıq bunun məktəbini keçmişəm, treninqlarını keçmişəm və əlavə başqa bizdə satış treninqları da var idi ki, hansı ki, mən onları da kurs olaraq keçmişəm. Amma ki, yenə də deyirəm, satış mənim elə bil ki, bir anadan gəlmə bir vergim idi, satış etmək və mən həmişə lider olmağı seçmişəm və lider olmuşam. Armaniyada da çox yaxşı rezultatlar göstərmişəm, nəticələr göstərmişəm və bunu çox sevinirəm və məni buradan izləyən hər kəsə məncə mənim sözlərimi təsdiqləyə bilərlər. Çünki məni Armaniyada çox yaxşı reputasiyam var idi.
Və açığı Dubaya gəlmək istəmirdim o səbəbdən ki, artıq öz karyeramı qurmuşam Dubayda və s. və niyə Dubaya gəlim? Artıq mən orada başqa bir perspektivlər gözləyirdim. O səbəbdən gəlmək istəmirdim. Düşünürdüm ki, sıfırdan başlamaq, hər şeyi artıq 10 il karyeramı vermişəm və s. və yenə də burada təzədən sıfırdan özümü tanıtmaq, mən düşünürəm ki, bir çoxlarında bu belədir. Amma risk etdim. Risk etdim, Dubaya köçdüm. Dubayda, belə deyək, ilk zamanlar gələndə çox adamlar mənə feedbacklər verirdilər ki, əgər sənin ingilis dilin yoxdursa, səndə alınmayacaq, sən bunu bacarmayacaqsan. Amma mən tam əksini düşünürdüm. Niyə? Çünki mən düşünürdüm ki, mən bacaracağam. Və mənim içimdə belə bir inan var idi ki, mən çox çətinliklə, belə deyək, həyat görmüşəm və çox çətinliklə böyümüşəm. O səbəbdən yəni özümdə özgüvən var idi və özümə inan var idi ki, mən bacaracağam və mən edəcəm. Və etdim. Və etdim. Köçdüm Dubaya və 5 gün evdə oturdum, fikirləşdim. Armaniyaya gedim. Çünki Armaniya mənə rekomendasiya vermişdi ki, buradakı Armaniyada çalışa bilərəm. Və fikirləşdim, Armaniyaya gedim, yoxsa o qıza zəng edim və o işə düzəlim. Əlbəttə ki, başqa bir qərar verdim. Fikirləşdim ki, artıq Armaniyada özümü doğrultmuşam. Bəlkə özümü bu sahədə yoxluyum və oturdum, Yuri Titov var, onun videolarına baxdım. Başladım onun videolarına baxmağa və s. Bütün brokerların mənim kimi danışıqlarını qulaq asdım. Özlərimə bəzi məqamları özümə notisə aldım və qərara gəldim ki, bu sahədə inkişaf etmək istəyirəm. Və qıza yazdım. Qıza yazdım ki, mən sizə işə düzəlmək istəyirəm. Əgər sizin də HR hazırdırsa, onda mən gələrdim. O mənə yazdı ki, bizim qrupda yer yoxdur və bizim qrupda ancaq top brokerları götürürlər. Açığı pis oldum. Dedim ki, bəs təzə brokerları götürmürsünüz. O mənə dedi ki, çox təəssüflər ki, sənin ingilis dilin olmadığı üçün biz səni o qrupa götürə bilmirik. Çünki biz hamımız top brokerlar orada otururuq. Dedim, tamam. Dedim, başqa nə təklif edə bilərsən? Dedi ki, mən səni HR-a yönəldəcəm və səni HR dəvət edəcək və orada siz team liderlarla danışacaqsınız. Əgər kimsə sizi götürsə, siz işə başlaya biləcəksiniz. O qız bir vasitəçi oldu mənim üçün həyatımda. Mən həmişə deyirəm ki, çox şükürlər olsun Allaha ki, Allah mənim qabağıma çox yaxşı insanları çıxardır hər zaman və ürəyim istədi ki, sizə belə bir bloq çəkim bu ilə bağlı. Çünki çox maraqlanırlar mənim haqqımda. Necə gəlmişəm Dubaya, necə olub, belə deyək, bu sahədə uğur qazanmışam. Biraz o haqqda da sizlə paylaşacağam. Və bu videonu çox, belə deyək, içdən çəkmək istədim. Ola bilər ki, hər hansı bir nüanslar olsun, hansı bir nüanslara bir fikir verə bilərsiniz ki, bu mənim birinci bloqumdur. Ona görə qərara gəldim ki, özüm çəkim bu bloqu. Ona görə sizə bu emosiyalarımı ötürmək istəyirəm və kimsə yeni bir işdə başlamaq istəyirsə və yeni bir addım atmaq istəyirsə, buradan demək istəyirəm ki, qorxmayın, addımlarınızı atın və edin. Əsas odur ki, istəyiniz varsa edin. Və o mənə zəng elədi, mən getdim, HR mənə yazdı və s. mən getdim Dubaya, elə bil ki, oktyabrın 5-i köçdüm, ayın 11-i, ayın 10-u getdim danışığa HR-la. HR mənə 2-3 dənə team liderlə görüşdürdü, ingilis dilim 0 idi və özümü çalışırdım izah edəm. Rus dilində danışırdım, artıq Rus kampaniyasına getmişdim və Rus kampaniyasında, necə deyərlər, öz fəaliyyətimi başlayırdım. Və
Elə də etdim. Gedəndə ora bir xanım girdi, başı bağlı xanım. O mənlə danışdı. O mənə çöndü ki, əgər sənin ingilis dilin yoxdursa, mümkün deyil. Mümkün deyil ki, sən burada broker işləyəsən. Çünki sən necə danışacaqsan, necə satacaqsan, necə insanlarla, sən necə evləri göstərəcəksən və s. Biraz məni belə auraya saldı ki, mən bəzən özüm də özümə sual verdim ki, doğrudan mən necə eləyəcəm bunları? Amma içimdə bir güc var idi. Bir necə deyərlər, bilmirəm necə, amma içimdə bir səs var idi ki, mən bacaracağam. Mən dedim ki, mən yaxşı satmağı bacarıram. Zamanla burada uşaqlarla danışa-danışa öyrənərəm, ingilis dilinə gedərəm və s. Başladım belə deməyə, amma xanım məni götürmədi. İkinci oğlan gəldi, team leader, o da mənlə danışdı. Baxmayaraq ki, çox emosional, çox belə güvənli danışırdım. Ona heç nəyə baxmayaraq məni götürmədi 2 nəfər və axırıncı team leaderə çağırdılar mənə. Siriyadan idi. Yaxınlaşdı, o mənim gözlərimdə o ışıltını gördü, o məndə o güvəni gördü bəlkə də. O dedi ki, biz ingilis dilində danışırdıq və HR bizə kömək edirdi tərcümədə. Sonda anladım ki, o türk dilində bilir, mən də türk dilində bilirəm və çox sevindim, dedim, nə yaxşı, biz birbirimizi başa düşəcəyik, siz də türk dilində bilirsiniz, mən də türk dilində bilirəm, gəlin mən sizə izah edeyim, mən nə demək istəyirəm. Mən ona danışdım türk dilində və dedim ki, və mən Armaniyada çox böyük uğurlarım olub və s. göstərdim hər şeyi, o mənə çox inandı, çox güvəndi. Mənim son şansım idi və mənə inandı və məni götürdü işə və dedi ki, indi başla. Mən dedim ki, yox, gəlin mən sabahdan başlayım, artıq özümü toparlayım, artıq gecdir. Gedim evə, özümü toparlayım, sabah işə başlayacağım. Və gəldim, çox böyük sürprizlə üzləşdim. Gördüm ki, treninqlər ingilis dilindədir. Bu elə bil ki, etapın birinci çətinliyi idi. Oğlan treninq aparan Azərbaycanlı idi, amma ki, Azərbaycan dilində çox pis danışırdı. Artıq neçə illərdir Dubayda qalır və ingilis dilində danışır. Artıq ana dilini o qədər də unudub və o qədər də danışmadığı üçün bəzi sözləri bilmir və ingilis dilində ifadə edir. Mən yaxınlaşdım ona. Dedim ki, olar ki, siz mənə tərcümə edəsiniz, treninq bitəndən sonra heç olmasa mənə izah eləyəsiniz. O mənə dedi ki, elə olmaz, mən 2 saat treninq aparıram. Necə sənə 5 dəqiqənin içində 2 saat danışdığımı təzədən sənə tərcümə edim. Dedim, tamam, narahat olma, mən bir yolunu tapacağam. Və girdim GPT-yə, açdım Qalasavoyu və başladım voice-ı, o danışdığı bütün treninqları bir-bir, necə deyərlər, zapis eləyib və atmağa GPT-yə və GPT mənə onu tərcümə eləyirdi və mən evə gəlirdim, bütün hər şeyi yazırdım, o hansı məlumatları verirdi, hər şeyi yazırdım. Gəlirdim, öyrənirdim, amma imtahanım ingilis dilində idi. Əlbəttə ki, mən bunu ingilis dilində öyrənməli idim, hər bir şeyi. Amma ki, ilk növbədə mən özüm rus dilində hər şeyi başa düşdüm. Çünki mənim ilk dilim rus dilidir, ikinci dilim Azərbaycan dilidir. Çünki mən rus dili məktəbini qurtarmışam və mənə rahatdır rus dilində nə isə başa düşmək, hansı sözü anlamaq və s. Və mən ona görə başladım rus dilinə çevirməyə və eyni zamanda onu oxuyub və onu, necə deyərlər, tərcümə etməyə ingilis dilinə. Özüm anlayandan sonra, 2 həftəlik treninqdən sonra artıq biraz başa düşürdüm, hər yerə gedirdim. Mənə dedilər ki, lokasiyalara getmək lazımdır, lokasiyaları tanımaq üçün. Və
Otururdum metro ilə ora gedirdim, bütün lokasiyaları gəzirdim. Bizdə icazə vermirdilər sport stildə geyməyə, ancaq kabluk geyməli idin. Klassik stildə idi, yəni bu ofisimizin qaydı idi. Və mən kablukda ora işdən çıxırdım, o metro, o birisi metro və belə-belə gəzirdim ki, bütün lokasiyaları öyrənim. Çünki ən vacibi Dubayda ilk növbədə lokasiyanı öyrənməkdir. Çünki əgər sən lokasiyanı bilmirsənsə, konumu bilmirsənsə, sən sata bilmərsən və sənin orada minimal average bilməlisən ki, average nədir, hansı lokasiyadır, kim harda, yanında metro var, yoxdur və s. və eyni zamanda onu xəritədə baxmalısan. Və başladım belə-belə bir lokasiyaları öyrənməyə. 2 aydan sonra artıq bilirdim hər şeyi, imtahanı verdim. 14 gündən sonra birinci imtahandan keçmədim. İkinci imtahanı, çünki ingilis dilində vermək mənə çox çətin idi. 1 aydan sonra imtahanı verdim. İmtahanı verdim, düz yazdım, hər şey açıq suallar idi və hamısını yazdım. Yazdım və keçdim. 88 balla keçdim. Sonra bizdə isə Dubayda belə bir qanun var. Əgər siz broker işləyirsinizsə, sizin rəsmi lisenziyavız olmalıdır. Nəinki şirkətə, siz dövlətə də imtahan verməlisiniz. Və yarım saat vaxt verirlər, 10 dənə sualdır və siz həmin yarım saat ərzində 10 dənə suallar kontraktla və qanunlarla bağlıdır, əmlakın necə bağlanması və s. belə bir suallardır. Və belə bir imtahanı keçməli idim. Keçdim. Çox gözəl keçdim həmin imtahanı. 88 bal topladım və keçdim və RERA kartı aldım və oldum legalni Dubayda broker. To есть bu sertifikasiyanı mənə verdilər və lisenzirованный broker oldum. Çox xoşbəxt idim. Özümü göyün 7-ci qatında hiss edirdim. Dedim, ay Allah, necə ola bilər də bu belə bir şey? Və başladım bütün treninqlara qoşulmağa. Harda pulsuz treninqlar var idi. Özüm çalışırdım metroda, pişkom belə gəzim. Çünki maksimum hər yer tanımaq istəyirdim, öyrənmək istəyirdim. Bütün tikinti şirkətlərinə gedirdim, proyektləri öyrənirdim. Necə satırlar, nə cür deyirlər, bu nədir, bu söz nə məna daşıyır və s. Başladım hər şeyi dəftərə yazmağa. Bir-bir qeyd elirdim və perivodunu yazırdım, tərcüməsini yazırdım və qeyd elirdim özümə, bütün punktları və s. Və əlbəttə ki, hər şey yazmaqla deyil, daha çox praktika lazımdır və belə bir gözəl bir möcüzə olur. Hamı bilir ki, mən Armaniyada çox böyük bazam var idi, insanlar məni tanıyırdı. Və mən oturdum, gecə oturub fikirləşirdim ki, müştəri hardan tapım, necə eləyim, nə cür eləyim ki, satım. Başladım, blog açdım, Instagramımı apardım, yavaş-yavaş başladım tanıtmağa. Öz kontaktlarımda kimlər var idisə, hamıya başladım yazmağa, öz tanışlarıma və qeyd eləməyə ki, mən artıq Dubayda broker çalışıram. Bəlkə ətrafınızda kimsə Dubayda əmlakla maraqlanır, mənə müraciət eləyə bilər. Burada artıq mənim team liderim var, hansı ki 20 il Dubayda yaşayır və onun məsləhəti ilə bir yerdə köməkli sizə yaxşı proyektlər seçməyə onunla birlikdə və likvid olan proyektləri əlbəttə ki təqdim eləməyə müştərilərimə. Və sonra ağlıma belə bir ideya gəldi. Axı mənim Armaniyada çox böyük bazam var, hansı ki insanlar məni tanıyırlar. Onlara yazım. Oturdum, 18.000 dənə kontaktım var və qərara gəldim ki, 18.000 kontaktıma hər gün 100 nəfərə yazım. Hər gün 100 nəfərə yazım ki, mən Dubayda əmlak sektorunda işləyirəm. Bəlkə siz, bəlkə kimsə artıq almaq istəyir Dubayda və s. mənə müraciət eləyə bilər. Belə bir ideya ilə girdim oyuna və doğrudan da öz nəticəsini verdim. Heç vaxt dayanmamışam, həmişə fikirləşmişəm, nə etmək olar, nə cür etmək olar ki, belə deyək, uğur qazanmaq üçün və bütün müştərilərimə başladım yazmağa. Və əlbəttə ki, mənə qarşılığında cavablar verdilər və yazdılar ki, bəli, biz maraqlanırıq, ay, nə yaxşı, biz də sizə dəstək olmaq istəyirik, gəlin elə sizdən alaq.
və ilk belə deyək, bizdə Dubayda ona сделка deyirlər. İlk satışımı öz müştərimə etdim. Və ilk satışım 1 saatın içində satmışam. Müştəriyə təqdim eləmişəm bütün proyektlərimi və satmışam. Əlbəttə ki, mənim team liderim çox sevinirdi. Və ondan sonra hər ay stabil olaraq 2-3 сделкam olurdu. Sonra onu 5-ə qaldırdım. Və mən ayların top brokeri seçildim. Hər ayın demək olar ki, top broker oldum. Çox yüksək summalarım var idi və çox yaxşı commissionlarım var idi, komissiyalarım var idi. Çox böyük uğur qazandım. Və mənim team liderim mənimlə fəxr edirdi. Və hiss edirdim ki, başqa team liderlər çox pis olmuşdular. Çox peşman idilər ki, məni götürmədilər, mənə inanmadılar. Və mən öz şirkətimdə və Dubayda ikinci yerə çıxdım il üzrə. İkinci yerdə çıxdım. Öz 50 milyondan çox belə deyək, satış elədim və ikinci yerə çıxdım. Mənim üçün bu 1 ilin ərzində çox böyük uğur idi. Çox böyük, belə deyək, ingilis dilim olmaya, əlbəttə ki, indi hal-hazırda bilirəm ingilis dilində və öyrənmişəm, ətrafa düşdüm, öyrəndim və bu mənim üçün çox böyük uğur idi. Bu bloqumun çəkməyimin səbəbi o idi ki, əgər kimsə nəyisə başlamaq istəyirsə, sadəcə başlayın. Sadəcə başlayın və edin. Və inanın ki, elə bir şey yoxdur ki, əgər siz istəyirsinizsə içdən, hər yol var etmək üçün. Hər şey var ki, siz o məqsədinizə çata bilərsiniz. Sadəcə olaraq bizim öz bariyerlərimiz var. Hansı ki, biz özümüzə bariyerlər qoyuruq və deyirik ki, bu mümkün deyil, ola bilməz. Bunu edə bilmərəm. Ancaq bizim beynimizdir və beynimizdə olan fikirlərimizdir, amma əslində bu belə deyil. Mənim üçün ancaq bir yol var idi. O da bu yolda uğur qazanmaq və nəinki pul qazanmaq, yox, özümü doğrultmaq və Dubayda arzum o idi ki, böyük bir analitik olum. Böyük bir spesialist olum, insanlar mənə müraciət etsinlər və insanlar mənlə doğrudan da investisiya etsinlər və bu doğrudan da belə oldu. Artıq mən böyük bir investorlarla çalışıram, neçə illərdir və insanlar mənə güvənirlər, insanlar mənimlə yatırım edirlər və qazanırlar. Mən bunun üçün çox xoşbəxtəm. İnsanlar öz evlərinin açarlarını, öz pullarını mənə əmanət edirlər. Onlar mənə çox güvənirlər. Bu mənim üçün çox sevindirici bir haldır və mən heç vaxt onların gözləntilərini həmişə doğrultmuşam. Heç vaxt onların gözləntilərini yanıltmamışam və bunun üçün çox sevinirəm. Çox sevinirəm ki, uğurlu Dubayda brokeram. Və insanlar hiss edirəm ki, mənim yanıma gəlirlər, məndən ilham alırlar, məndən məsləhət alırlar və bloqumun çəkməyin səbəbi əlbəttə ki, bu idi. Özümü təqdim edeyim, bu mənim birinci bloqumdur. İnşallah dəstək olarsınız mənə. Abunə olmağı unutmayın, çünki davamda çox yaxşı, maraqlı videolarımız olacaq və demək istəyirəm ki, heç vaxt negativ düşünməyin, pozitiv düşünün və sizdə alınacaq. İnanın ki, sizdə alınacaq. Əgər siz onu həqiqətən içdən istəsəz. Hər birinizi buradan öpürəm, uğurlar arzu edirəm. Əgər kimsə də broker olmaq istəyirsə, Dubayda kommentlərə müraciət etsinlər. Bütün dəstəyimi var gücümlə, necə deyərlər, göstərə bilərəm. Bloqumun çəkməyin səbəbi Azərbaycan dilidir, çünki bu mənim doğma dilimdir.
və istəyirəm ki, Azərbaycandan mənə baxanlara və başqa ölkələrdən mənə baxanlar hansı ki, başa düşürlər, başa düşmürlər, bəlkə də translate-la baxacaqlar, subtitrlarla baxacaqlar. Onlara burada müraciət etmək istəyirəm ki, siz də müraciət edə bilərsiniz, siz də mənə güvənə bilərsiniz. Əlimdən nə gəlirsə, investorlarım üçün əlbəttə ki, bu bloqum əlbəttə ki, brokerlar üçündür və bu işə təzə başlayanlar üçündür. Amma ki, bəlkə də məni müştərilər də izləyirlər. Buradan hər kəsə, kim mənə güvənirsə, hər kəsə təşəkkürümü bildirmək istəyirəm. Sizinlə Nuraynə. Müraciət etmək istəsəz, aşağıda nömrələrim olacaq. Müraciət edə bilərsiniz və sizə ən yaxşı Dubayda likvid olan proyektləri göstərəcəm və siz mənimlə birlikdə qazanacaqsınız. Növbəti rubrikam isə çox maraqlı olacaq. Mənə abunə olun və izləməkdə qalın. Təşəkkürlər.